Bu hekayə 2007-ci ilin 3 mayında Portuqaliyanın Praia de Luz kurortunda başladı. Portuqaliyada bir otel otağından yoxa çıxan bu kiçik qız qısa zamanda bütün dünyada simvola çevrildi. Medelin Makka'nın yoxa çıxması artıq təkcə bir cinayət işi deyil. Bu, dünyanın ən bahalı, ən mürəkkəb və ən sirli istintaqına çevrilən bir hekayədir. 2007-ci ilin may ayında Makkan ailəsi 3 uşağı ilə birlikdə Portuqaliyaya tətilə yola düşdülər. Onlar burada kirayə mənzildə qalırdılar. Medelinin valideynləri həkim idilər. Tətil zamanı bir gecə Geri və Kate uşaqlarını yatırtdılar və dostları ilə yaxınlıqdakı restorana şam yeməyinə getdilər. Restoran uşaqların qaldığı oteldən təxminən 50 metr məsafədə idi. Onlar hər 20-30 dəqiqədən bir otağa baxıb geri qayıdırdılar.